xeyir olsun dəyərli Dost TV izləyiciləri. İdmançının dostu verilişinin növbəti buraxılışı ilə yenidən qarşınızdayım. Bu dəfəki qonağım Azərbaycanın güləş tarixinə adını qızıl hərflərlə yazdıran 3 qat dünya və 4 qat Avropa çempionu, eyni zamanda 2 qat Olimpiya mükafatçısı Hacı Əliyev olacaq. Gəlin onun hekayəsinə birlikdə qulaq asaq. Hacı, bu meydan üçün darıxırsınız heç? Yarışa hazırlaşmaq, o atmosfer. Sözsüz ki, darıxıram. Bu meydanlarda mən döyüşdə böyümüşəm. Bu meydanlarda ömrümün yarı çoxunu getmişəm. Amma deyiləyim də, yarışlar üçün darıxmışam, amma məşqləri edirəm deyə çox, belə deyək də, buradan çox ayrı qalmıram. Yəni, çox da darıxmıram bura üçün. Yenidən daxil olaq bura. Daxil hisslər necə olacaq? Daxil olaq. Hacı, artıq bir ildən çoxlu karyeranızı bitirmişsiniz və sizi sevənlər, azarkeşləriniz, pərəstişkarlarınız deyək, onlar üçün maraqlıdır ki, Hacı hazırda nə işlə məşğuldur, nələr edir? Demək olar ki, artıq bəli, bir ildir ki, mən karyeramı bitirmişəm və sözsüz ki, bu çətindir mənim üçün. Darıxıram, belə deyək, meydanlar üçün, qazandığım qələbələr üçün, amma artıq mən belə deyim ki, hər bir işin sonu var, hər bir işi vaxtında bitirmək lazımdır. Mən düşünürəm ki, indi hal-hazırda mənim gördüyüm iş, yəni əvvəlki iş güləşimə baxanda bu da daha maraqlıdır, bu da daha faydalıdır. Əvvəl özüm üçün güləşirdim, bayrağımızı qaldırmaq üçün güləşirdim. Amma indi yenidən bayrağımız üçün çalışıram ki, yenə də bizim gənclərimizə kömək edirəm. Onların yanında oluram, dəstək oluram, fərqi yoxdur. İstər zalda, istər kənarda. Mən hər zaman bizim bütün istər yeni yetmə, istər gənc böyüklər, mən hər bir yaş qrup uşaqların hər zaman yanında olmuşam, yanında olmağa çalışmışam. Həm dost kimi, belə deyim, həm yəni müəllim kimi, qardaş kimi. Yəni bu gün də mən çalışıram ki, belə deyim də, bunlara dəstək olan, vəzifə olaraq desək ki, koordinator vəzifəsində çalışıram. Amma yəni mən bu koordinator və yaxud da hansısa bir vəzifəni kənara qoyuram. Mənim əsas işim odur ki, yenə deyirəm, güləşçilərin yanında olmaq, güləşimizə dəstək olmaq ki, uşaqlarımız gələcəkdə də gözəl nəticələr əldə etsinlər inşallah. Hacı, bəs heç bu bir il ərzində düşünmüsünüz ki, kaş bitirməzdim, kaş biraz da gedərdi? Mən düşünürəm ki, yenə deyirəm, bayaq da qeyd elədiyim kimi, mən sözsüz ki, istəyərdim ki, əvvəlki, belə deyim də, əvvəlki enerjide olun, əvvəlki güclü olun, yenidən daha uğurlar qazanın. Amma yenə deyirəm, bu güləş, ümumiyyətlə, idman elə bir, belə deyək ki, peşədir ki, burada bəzən yaş çox böyük, önəmli rol oynayır, bəzən zədələr idmançının qarşısını kəsir. Yəni, çoxdur, belə deyək də, yəni idmançıya mane olan tərəflər çoxdur. Amma mən düşünürəm ki, mən yetərincə güləşdim, yetərincə böyük uğur qazandım. Yəni, Azərbaycan, belə deyərdim ki, sərbəst güləş tarixində çox titullar əldə elədim. Yəni, tarixi qələbələr əldə elədim və düşünürəm ki, bu qələbələri qazanmaq üçün hansısa bir güləşçi çıxmalıdır və uzun illər güləşib, uzun illər bu nəticəni təkrarlamalıdır. Yəni, sevinirəm ki, doğrudan da bu qədər nəticələr əldə elədim. Allah Taala mənə belə gözəl qələbələr bəxş elədi. Öz əziyyətim sözsüz ki, yəni belə deyək ki, qaçılmazdı, əziyyətlərim də çox oldu. Amma yenə də, belə deyim, idmanı buraxdığıma peşman deyiləm. Düşünürəm ki, hər şeyi vaxtında eləmişəm. Hacı, karyeranızı bitirdikdən sonra başqa hansısa sahələrdən təkliflər aldınızmı? Ümumiyyətlə, həyatınızda belə deyək, köklü bir dəyişiklikmi oldu, yoxsa yenə eyni tempdə davam mı edir? Belə deyim ki, başqa sahələrdən yox, başqa ölkələrdən dəvət almışdım məşqçisi kimi, baş məşqçi vəzifəsində çalışmağa. Amma sözsüz ki, düşündüm ki, buna hələ ehtiyac yoxdur. Çünki mənə elə gəlir ki, mənə
Azərbaycan güləşçinin daha çox ehtiyacı var. Bəzən çox insanlar maddi tərəfi düşünür və hansısa bir təklifi də daha gözəl dəyərləndirir. Ölkədən gedən də var, yəni deyirəm, ölkəni tərk edən də var. Sözsüz ki, bu ölkəni, bu xalqını atıb getmir. Yəni bu idman elə bir şey ki, bir çox peşəkar, təcrübəli məşqçilər var ki, başqa digər ölkələrdə çalışırlar. Amma mən düşündüm ki, buna ehtiyac yoxdur. Öz ölkəmizdə qalıb, öz idmançılarımıza daha dəstək olmağa ehtiyac vardır. Yəni, mənə elə gəlir ki, elə burada qalmağım daha məsləhətlidir. Başqa həyatımda elə bir dəyişiklik yoxdur. Yəni, bilirsiniz ki, mən Dövlət Sərhəd Xidmətinin də zabitiyəm. Yəni, orada da çalışıram, burada da çalışıram. Belə, yəni, bir dənə fərq edir ki, əvvəl güləşirdim, indi güləşmirəm. İndi BBT öyrətməyə daha çox üstünlük vermişəm. Yenə də mən harada oluram olan fərqi yoxdur. Bu güləş artıq mənim BBT həyatıma bağlı bir şeydir, bağlı bir işdir. Və mən düşünürəm ki, güləşsiz özümü heç ki təsəvvür eləyə bilmirəm. Sözsüz ki, məşq eləmirəm, əvvəlki çətinliklərim, əvvəlki zədələrim, əvvəlki o atmosfer yoxdur, yəni o enerjini də itirmirəm. Rahatçılığım vardır. Amma yenə də mən düşünürəm ki, burada olmaq ən gözəldir. Hacı, bu olimpiyadaya qayıtmaq istəyirəm. Evet. Paris 2024. Sizin üçün nə çatmadı o qızıl medalı əldə etməyə? Paris Olimpiya oyunları bilirsiniz ki, mənim artıq 3-cü Olimpiya oyunlarım idi. Və 3-cü Olimpiya oyunlarında sözsüz ki, iştirak edib qızıl medal qazanmaq istəyirdim. Ona qədər 2 olmuşdu, 3 olmuşdu. Amma çox təəssüflər olsun ki, orada məğlub oldum və demək istəyirəm ki, Olimpiya oyunlarından qabaq mən Bakıda keçirilən Olimpiya lisenziya turnirində orada mən böyük bir zədə aldım dizimdən. Ona qədər də dizimdən, başqa o birisi dizimdən zədələnmişdim. Yəni, bir çox zədələr belə deyim ki, mənim doğrudan da qarşımı kəsdi. Mən məşqləri uzun müddət buraxdım, bir neçə ay məşqləri buraxası oldum. Yəni, bu məşqləri buraxmaq da bilirsiniz ki, yəni bir professional idmançının bir aya yaxın məşqi buraxmağı çox böyük itkidir. Hələ də mənim yaşımda olan idmançı üçün daha çətinlik yaradır. Bu zədələr və belə deyim də, bu qismətdir, talihdir, biraz bəxtsizlik. Çünki mən bir ay qabaq Olimpiya oyunlarından bir ay yarım qabaq qalib gəldiyim Yapon idmançısı Olimpiya çempionu oldu. Təxmini ay yarım qabaq mən o idmançıya 6-1 ya 7-1 qalib gəldim. O idmançı gəlib Olimpiya çempionu oldu. Bakıda lisenziya yarışında qalib gəldiyim Albaniya idmançısı 3-cü oldu. Yəni deyirəm, bu bir idmandır. Olimpiya oyunları ümumiyyətlə deyirəm, sürprizlərlə dolu bir oyunlardır. Yarış, yəni burada qalib gəlmək də var, məğlub olmaq da var. Mən düşünmürəm ki, məğlub oldum. 3 Olimpiya oyunları keçirdim və bu elə bir şeydir ki, yəni sən gərək uzun müddət həm idmanını, həm belə deyim, həyatda hər şeyi qoruyasan ki, o özü o pik nöqtədə saxlaya bilərsən. Mən düşünürəm ki, nə deyirəm, əlimdən gələni elədim, eləməyi də çalışdım. Mən də istəyərdim medal qazanam, mən də istəyərdim 3 dəfə Olimpiya medalım olsun. Amma qismət belədir, mən peşman deyiləm, çünki mənim 2 Olimpiya medalım var. Yəni buna da şükür. Bəs belə bir sual da verim. Elə idmançılar var ki, məsələn düşünün, mən 40 yaşıma qədər davam etsəm belə olimpiyadanın qızılını qazanıb sonra karyeramı bitirəcəm. Siz bu sözü heç dedinizmi, heç düşündünüzmü? Bu hisslər oldu içinizdə? Bilirsiniz, istəklər çoxdur, istəklərimiz daha çoxdur, amma reallıq var və yenə deyirəm, bayaq da qeyd etdiyim kimi hər şeyi
vaxtında qəbul etmək lazımdır. Məğlubiyyəti də, belə deyək də, yaşlanmağı da, söhbət qocalmaqdan getmir. Yəni mən idman baxımından deyirəm. Sözsüz ki, 40 yaşında olimpiya çempionu olmaq bu çox çətin bir məsələdir. Çünki bilirsiniz ki, ola bilər başqa idman növlərində bəlkə nəsə bir yaş o qədər də önəmli olmaz. Amma bilirsiniz ki, güləşdə ən yaxşı nəticə qazandığın vaxt, ən belə titullu vaxtın idmançının belə deyim də 22-23 yaşından sonra başlayır. Mənim elə özüm də 23 yaşımda ilk dəfə Avropa Dünya çempionu olmuşam böyüklər arasında. Yəni düşünün ki, 24-25 yaşlı idmançının qabağında 40 yaşlı idmançının qalmağı, onun cəhdliyi, onun enerjisi, onun sürəti, yəni tamam fərqlidir, onun istəyi. Amma mən düşünürəm ki, çox çətin olar ki, 40 yaşına qədər qalasan ki, olimpiya çempionu olasan. Və artıq gənc idmançılara dəstək olursunuz. Bəli. Onlar zaten hər zaman sizdən dəstək görüblər və indi Bəli. daha fərqli bir vəziyyətdə olacaq. Onlara ən çox nəyi öyrətmək istəyirsiniz? Yəni nəyi aşılamaq istəyirsiniz ki, sizin qədər uğurlar qazana bilsinlər? Bilirsiniz, mən həmişə demişəm ki, bizim gənc güləşçilərimizə, yeniyetmə güləşçilərimizə mən demişəm ki, yeniyetmələrdə, gənclərdə qazandığımız belə deyim də, bu nəticə heç zaman sizi çaşdırmasın. Çünki mən özüm də yeniyetmələrdə, gənclərdə belə deyək, nəticə qazanmışam. Amma bugün hələ onu heç kim dilə gətirmir. Hamı bugün deyəndə, təqdim edəndə böyüklər arasında qazandığım nəticələri belə deyim də, yəni qeyd edirlər. Bugün elə bir yeniyetmə gənc güləşçilər var ki, bəli, titul qazanırlar. Bu qazandıqları balaca titulda onları çaşdırır, onları nələrəsə uzaqlaşdırır, nələrəsə belə deyək də, yəni əziyyətdən qaçmaq istəyirlər. Ona görə mən onları hər zaman başa salmağa da çalışıram ki, çalışdıqları qədər zalda olsunlar, məşqçiləri saysınlar, pis insanlardan, pis vərdişlərdən. Yəni bu uğur elə bir şeydir ki, qazananda pis insanlar, pis vərdişlər, yəni belə insanlar adamın ətrafına daha tez yığılırlar. Mən düşünürəm ki, yəni bugün mənim bunların gözün qabağında bir nümunə mən, Toğrul Əsgərov, bizim 4 dünya çempionumuz, bilirsiniz, Eldəniz Əzizli. Yəni bu titulları biz bu qədər qazanmışıqsa, demək ki, biz nələrdənsə keçmişik, nələrsə qorumuşuq. Yəni onlar da bunu qoruyub bu titulu qazana bilərlər. Sadəcə olaraq yenə deyirəm, qazandıqları, ilk başda qazandıqları bu nəticələri bunları ümumiyyətlə çaşdırmamalıdırlar. Və mən onlara hər zaman deyirəm ki, çalışsınlar, yenə deyirəm, ilk növbədə öz əxlaqları, tərbiyələri bunlar üçün ən önəmlidir. Çünki bir idmançının, belə deyim də, əgər bir əxlaqı, tərbiyəsi yerində deyilsə, bu onun üçün böyük problem yaradacaq gələcəkdə də. Sözsüz ki, çox çalışmaq, bu hər kəsin ifadə etdiyi bir sözdür ki, çox çalışmaq. Bir nə qədər çox çalışsan da düzgün şəkildə çalışmaq lazımdır. Və uğur gözəl bir şeydir. Uğur qazanandan sonra da görəcəklər ki, doğrudan da ki, uğur insanı haralara aparır, hansı yerlərə qədər gətirir. Ona görə mən düşünürəm ki, yəni bu qaydada davam eləsələr, yaxşı nəticəli idmançı ola bilərlər. Hacı Əliyev üçün güləş olmasaydı, başqa hansı sahədə bu qədər uğurlar qazana bilərdi? Mən düşünürəm ki, uğur qazana bilərdim, başqa sahələrdə də uğur qazana bilərdim. Çünki idmana həvəsim hər zaman olubdur, futbola həvəsim çox olubdur, bunu dəfələrlə demişəm və musiqiyə də həvəsim olubdur mənim uşaqlıqdan. Demirəm ki, gəlib bəlkə də böyük bir müğənni olardım, böyük bir sənətkar olardım, yox. Amma yəni çıxılmaz vəziyyətdə qalsam, idmanım da olmasaydı, başqa bir sahədə olmasaydı, mən elə gəlir ki, orada, o sahədə qalıb, yəni özümü dolandıra bilərdim, nəsə qazana bilərdim, bunu mütləq şəkildə bilirəm. Amma elə yaxşı ki də mən güləşçi olmuşam, yaxşı ki güləşə gəlmişəm. Çünki doğrudan da güləş mənə hər şey qazandırıbdır. Güləş mənim üçün belə deyim də, nə bilim, insan həyatında ki, belə deyək ki, bir ailəsi olur, övladı olur, atası, anası, bu da mənim üçün doğrudan bir ikinci bir ailədirmi deyim, necə, yəni həyatıma bağlı olan bir işdir. Çünki yəni deyirəm, mənə hər şey qazandıran, hörmətli, insanlara tanınmaq, ölkə başçımız tərəfindən tanınmaq, sevilmək, yəni mənə hər şey qazandırıbdır güləş. Yəni düşünürəm ki, heç bir
işə, heç bir idmana da heç vaxt mən öz belə deyim də, güləşimi yəni heç vaxt dəyişməzdim. Ona görə sənin 3 qızıl medalın var dünya çempionu kimi. İndi təvəzzükar insan kimi bir medal taxmısan, amma sənin medalların nə qədərdir bəlkə özün də sayını itirmişsən. Yadındadır nə qədər medalın var sənin? İndi 3 dünya çempionu medalı, ondan sonra olimpiya, 3 dəfə Avropaçı. Ona görə sən bütün medalları taxsan sənin sinəndə yer qalmaz. Biz hər bir idmançıdan qələbə gözləyirik, amma əsas odur ki, yarışda iştirak edəcəksən. Mən bilirəm ki, sən son olimpiya oyunlarından biraz tərəddüd edirdin, gələcək fəaliyyətinlə bağlı, amma yaxşı ki, qalmısan idmanda. Sən lazımsan həm idmana, həm gənclərə və doğrudan da gənclər üçün, gənc idmançılar üçün bir nümunəsən. Hazırda federasiyada funksioner kimi fəaliyyət göstərirsiniz hacı. Ümumiyyətlə, yaşınız da hələ ki, deməzlik də çoxdur, yəni normal bir yaşdasınız. Gələcək üçün başqa planlarınız varmı? Ümumiyyətlə, hədəf nədir? Sırf həyatda, güləşdə artıq hər şey əldə etmisiniz. Yenə deyirəm, hədəfim hal-hazırda mən koordinator vəzifəsində çalışıram. Gələcəkdə ola bilər ki, milli komandanın məşqçisi olam. Yəni, bilirsiniz, məşqçisi olsam da, koordinator olsam da mən yenə də güləşçilərin yanındayım, yenə də buradayım. Yəni, belə deyim ki, həyatımda yəni bir dəyişik bir şey düşünmürəm ki, amma bu həyatdır. Bəlkə də daha başqa yerlərdə olacağım və yaxud da ola bilərəm. Başqa bir vəzifələrdə ola bilərəm. Mən ömür boyu belə deyim də, hansısa bir vəzifə üçün can atmamışam ki, orada olum, burada olum. Əgər olacamsa, Allah bunu qismət edəcəksə, edəcək. Düşünürəm ki, mən xalqım üçün, millətim üçün hər zaman gözəl işlər görmüşəm. Hər zaman məşqçilərimin də istər elə federasiyamızın da, nə bilim, nazirliyin də, Olimpiya Komitəsində prezidentlər düşünürəm ki, bunların mənə qoyduğu tapşırığı mənə elə gəlir ki, layiqincə yerinə yetirmişəm və bundan sonra da harada olsam, yenə də artıq mənim necə insan olmağımı belə ki, bütün Azərbaycan xalqı bilir. Ona görə mən harada olsam da yenə də öz xalqım üçün, millətim üçün əlimdən gələni eləməyə hazıram sonuna qədər. Tək ki, ölkəmiz uğur qazansın, uğurları bol olsun. Mən öz üstümə düşən uğurları qazanmışam. Bundan sonra da inşallah gənclərimiz, gələcəkdə olan nəsil bu uğurları əldə etsin. Hacı, sizin üçün karyeranız ərzində qazandığınız ən dəyərli medal hansıdır? Ayırdığınız xüsusi bir qələbə, medal varmı? Bilirsiniz, çox nəticə qazanmışam. Dünya çempionu 3 dəfə olmuşam, hərəsinin öz ayrı yeri var. Avropa çempionu 4 dəfə olmuşam, onun da hərəsinin öz yeri var. Götürür ki, olimpiya medallarım da var. Amma mən bunu bir neçə dəfə qeyd eləmişəm. Mən 3-cü dəfə dünya çempionu olmağı vurğulayardım ki, yəni Azərbaycan sərbəst güləş tarixində heç 2 dəfə dünya çempionu yoxdur. Mən amma 3-cü dəfə oldum və 3 dəfə dünya çempionu olduğum zaman bilirsiniz ki, dövlət başçımız tərəfindən mən prezidentin fərdi təqaüdünə layiq görüldüm, olimpiya təqaüdünə layiq görüldüm və bu da ondan irəli gəldi ki, cənab prezident bilirsiniz ki, bir neçə dəfə də qeyd edir ki, yəni 3 dəfə dünya çempionu olmaq olimpiya çempionluğuna bərabərdir. Mən sizə olimpiya çempionu kimi görürəm. Yəni bu sözü bizim bugünkü gün ölkə başçımızdan eşitmək bir idmançı kimi mənə gəlir ki, böyük uğurdur və mənə də o sözləri yəni deyilməsində mənə bu sözlərə yəni gətirib çıxaran mənim 3-cü dünya çempionluğumdur ki, mən belə bir tarix yazdım, belə bir qələbə qazandım və düşünün ki, olimpiya çempionu deyiləm, amma cənab prezident məni olimpiya çempionlarının sırasında görür. Onlar kimi eyni belə deyim də təqaüdü mənə belə deyək ki, təqdim elədi. Ona görə bu şeyləri heç zaman yaddan çıxarmaq olmaz və bu şeyləri hər zaman qiymətləndirmək lazımdır və hər dəfə qeyd etmək lazımdır. Çünki mənə elə gəlir ki, bu mənə olan diqqət qayğıdır ölkə başçımız tərəfindən. Mən də bunu hər zaman gözəl şəkildə dilə gətirirəm və bunu dilə gətirməkdə yəni məqsədim o deyil ki, yəni mən bunu qazanmışam, hər dəfə bunu deyirəm. Yox, mən istəyirəm ki, bunu hər dəfə deyim ki, bizim baxan gənc güləşçilərimiz, gələcəkdə olan güləşçilərimiz 3-ü eləsinlər 4,
4 eləsinlər 5 ki, yəni bunlar da mənə də ötüb keçdilər ki, bunlara da bu söz deyilsin. Çünki bilirsiniz, uğur qazanmaq doğrudan da yenə deyirəm, gözəl bir şeydir və ölkədə uğur qazanan idmançılarımız çoxdur, amma tarixi qələbələr qazanan idmançılarımız azdır. Bir neçə sayda idmançılarımız var ki, tarixi qələbələr yazıblar. Yəni bunu qazanmaq mənə gəlir çox böyük şeydir, gözəl şeydir və mən 3-cü dəfə dünya çempionu olduğum, yəni ən yadda qalan mənim üçün və ən dəyərli budur. Sizin üçün elə bir rəqib varmı ki, hələ də adını eşidəndə həyəcanlanırsınız? Bugünə qədər qarşılaşdığınız idmançılar arasında? Yox, elə bir idmançı olmayıb ki, mən o idmançını gördüyüm zaman həyəcanlanırım. Mən ümumiyyətlə dünyanın ən güclü güləşçiləri ilə hər zaman qarşılaşmışam. Məğlub da olmuşam, qalib də gəlmişəm. Sadəcə olaraq elə bir idmançılar olub ki, bəli, onlarla mənim güləşim ümumiyyətlə alınmayıb. Yəni bu məni nə qorxudub, nə həyəcanlanmışam. Mənim üçün ümumiyyətlə həyəcan, belə deyim də, yəni güləş xalçasına, o meydana girdimsə mənim üçün ümumiyyətlə yox olur gedir. Çünki bilirsiniz, ilk başlarda birinci dəfə girəndə, ikinci dəfə girəndə sözsüz ki, çətinlik çəkirsən, yarışın, belə deyim, həyəcanı, insanlar. Amma artıq mən, bilirsiniz, mən 25 ilə yaxın güləşdə olmuşam. Mənim üçün necə bugün siz mənə rahat suallar verə bilirsiniz, həyəcanlı olmadan. Mən də rahat artıq mənim elə deyirəm ki, işimdir və sözsüz ki, hər işdə bir balaca həyəcan olmalıdır. Yəni həyəcan bir insanda yoxsa, deməli bu insanda normal insan deyil, həyəcanı olmayan insan. Amma yenə də mənim xalça üzərinə çıxdığım zaman hər şeyi yaddan çıxardıram. Yalnız qələbəni düşünmüşəm. Qələbə qazana bilmişəmsə bilmişəm, məğlub olmuşamsa da olmuşam. Bəs belə bir maraqlı sualım olacaq sizə. Heç olubmu ki, güclü görünməkdən yorulmusunuz? Güclü görünməkdən yorulmamışam, amma bilirsiniz, mən bir neçə il, mən 10 ilə yaxın demək olar ki, bu 10 il ərzində çox qızıl medal qazandım və hər il mən demək olar nəticə verdim. Dünya çempionu, Avropa çempionu, Olimpiya medalı, artıq insanların gözündə medal qazanan bir idmançıya çevrildim və hansısa bir yarışlarda, hansısa bir oyunlarda artıq gəlirdilər ki, səndən qızıl medal gözləyirlər, səndən qızıl medal gözləyirlər və bir dəfə belə buna oxşar bir hadisəni deyim. Biz 2019-cu ildə Minskdə keçirilən Avropa oyunlarındayıq. Bir çox idmançılar məğlub olmuşdu. Yəni qızıl gözlənilən idmançılar məğlub olmuşdu və mən istəyərdim buradan deyəm ki, Allah rəhmət eləsin, bizim keçmiş idman nazirimiz Azad Rəhimov mənə yaxınlaşdı və dedi ki, hacı çox idmançılar məğlub olubdu. Yəni Olimpiya Komitəsi də, İdman Nazirliyi də, Cənab Prezident də hamı səndən qızıl medal gözləyir. Artıq mənə elə bir vəziyyətə salmışdılar ki, orada yəni onu da gördüm ki, hər oyunlarda elə məndən qızıl gözləyirlər. Bu da mənə doğrudan çətinlik yaradırdı. Məsuliyyətim, yarışın məsuliyyəti bir tərəfdən, gözlənilən belə deyək də, nəticələr və medallar bir tərəfdən, yəni sözsüz ki, mən də yorulurdum ki, deyirdim ki, axı mən niyə başdan bu qədər qızıl medal qazandım ki, artıq bunlar da bu günləri hər zaman məndən qızıl gözləsinlər. Doğrudan çox çətindir, məsuliyyətlidir, amma özümdə belə bir güc hiss edirdim və yaxud da özümün məsuliyyət vardı ki, xalq mənə inanır, mənə federasiyamızda, nazirlikdə, Olimpiya Komitəsi də hər kəs mənə inanır və mənə inanan insanları çalışmışam ki, heç zaman belə deyim və ya nətər deyim, onların gözləntilərini boşa çıxarmayayım. Ona görə də yorulsam da yenə deyirəm, mənim işimdir və işimi bilirsiniz ki, mən hər zaman sevə-sevə eləmişəm. Yəni bütün xalq arasında bu ifadə var idi ki, hacı var idmançılar arasında, qızıl medalımız var. Yəni kim qazanmasa da hacı qazanacaq mütləq. Həqiqətən də möhtəşəm bir hissdir.
Əliyev haqqında film çəkilsə, adının nə olmasını istəyərdiniz? Bu qədər tarixi nəticə, uğur. Çox gözəl sualdır, həm də biraz çətin sualdır. Belə bir kino çəkmək istəyirik. Yəni fikrimiz vardı. Yəni bir neçə dostlar, bir neçə yaxınlar var ki, bununla bağlı. Amma mən bilirsiniz, sıradan bir şey istəmirəm. Çəkilsin, getsin, bitsin, getsin. Yəni bir yarım saatlıq, 40 dəqiqəlik. Mən istəyirəm düzgün bir film çəkək ki, mənim Azərbaycan güləşinə qazandırdığım bu uğurlar hardan ki başlamışam, harda ki doğulmuşam. Ən keçmişdən belə bir film. Çünki mənim film niyə deyirəm çəkə bilərik, niyə olmalıdır? Mənim yaşadığım hər şey film kimi, yəni film bir həyatı yaşamışam. Sadəcə qazandığımız uğurları yəni insanlar kənardan görüb və bu günləri dildə rahat deyilir ki, falan qədər dünya çempionu, falan qədər Avropa çempionu, bu dildə deyilir. Amma yaşadıklarım, keçdiyim yollar, zədələr, çətinliklər, maneələr, bu bir doğrudan da film kimi bir şeydir. Və bunu yaşatmaq istəyirəm. Sözsüz ki, asan bir şey deyil. Bilirsiniz, kino çəkmək doğrudan çətin bir şeydir. Və əgər bugünkü gün bunun üçün daha da gözəl iş görmək istəyən, dəstək olmaq istəyən kimsə vardısa da belə, yəni mən çox sevinərəm ki, buna köməkliyə olunur. Mən demirəm, mən bizə böyük kömək lazımdır, amma yəni də buna bir böyük bir dəstək lazımdır. Mənə elə gəlir ki, bu kino bizim idmançılarımız üçün də, gələcək gənc nəsil üçün, bəlkə bir 20 il, 30 il, 40 il, bəlkə də mən olmayacağım həyatda. Yəni bu kino, o kinoya baxıb, necə biz bəzi kinolar var ki, onların kinolarına məsələn baxıb həvəslənmişik. Kinonun əvvəli əziyyət, sonu uğur. Yəni bu insanı doğrudan motivasiya verir. Yəni bu şeyi biz də edə bilərik, çünki bizdə bu var. Və Allah qismət eləsə belə bir şey çəkmək fikrim var, istəyərəm, amma gözəl şəkildə istəyirəm olsun. Mən Naxçıvana gedib, Naxçıvandan Bakıya qayıtmaq, çünki mən Naxçıvana doğulmuşam, orada güləşə getmişəm. Yəni bu şeyi mən gözəl şəkildə istəyirəm eləyəm. Allah təala ki, bunun üçün mənə güc versin, imkan yaratsın. Bu şeyi inşallah ki edərik Allah'ın izniyle. İnşallah. Amma adını deyə bilmirəm. Çünki deməyəcəyim yox, adını fikirləşməmişəm. Hələ düşünməmisiniz. Sözsüz ki, əgər bu kinonu çəksək, mənə elə gəlir ki, yəni bununla bağlı mənə adda da bir köməklik olunacaq ki, çünki mən bu tək qərar verə bilmərəm. Siz öz seçimlərinizi təqdim edərsiniz, elə seçilər. Hacı, güləşlə yanaşı futbola da çox böyük marağınız olduğu zaten məlumdur. Ölkəmizdə hansı klubla azarkeşlik edirsiniz? Bilirsiniz, mən özüm 2007-ci ildən Neftçi İdman Klubunun güləşçisiyəm və 2007-ci ildən bu yana ilə mən yenə də Neftçidəyəm. Və mənim Neftçidə olduğum halda başqa futbol klubuna söhbət Azərbaycandan gedir. Azarkeşlik eləməyim, yəni mənə elə gəlir olmaz, haqsızlıq olar. Çünki mən bu klubun, bu ailənin bir üzvüyəm. Amma bugün söhbət Azərbaycan futbolunun inkişafından gedirsə, bugün uğurundan gedirsə, bugün Qarabağ klubu Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edir. Bilirsiniz, mən hələ də deyirəm, çox vaxt amma insanlar belə rahat baxır, amma bu bizim üçün böyük uğurdur. Çünki biz bunu hər zaman orada necə komandalar görmüşük, bugün Qarabağı olan sırasında görmək və bu hissi yaşamaq vallahi mən çox sevinirəm, çox fəxr edirəm. Qurban müəllim doğrudan da mənim üçün əziz insandır, dostumdur, qardaşımdır, əzizimdir. Amma o mənim dostum olmasa da belə, mənim yaxınım olmasaydı, tanımasaydım da belə, vallahi bir Azərbaycanlı kimi mən çox fəxr edirəm və hətta Qarabağın o 2 qələbəsində inanın ki, mən sevincimdən az qalmışam ağlayam və sonuncu məğlubiyyətimdə də hirsimdən az qalırdım ağlayam. Yəni futbola baxdığımız uşaqlar da görürdülər ki, mən necə əsər keçirdirdim. Özümdən asılı deyildi. Çünki bugün Qarabağ orada görmək, nə bilim, böyük uğurdu, vallahi böyük uğurdu. Və hansısa bugün Azərbaycanlı bir, mənə elə gəlir ki, Qarabağ futbol klubuna bugün azarkeşlik eləmirsə, mənə elə gəlir ki, o insan baxıldı, o insan, nə bilim, gərək Azərbaycanlı olmayasan ki, Qarabağ futbol klubuna bugün azarkeşlik eləməyəsən. Sözsüz, Neftçi azarkeşləri də var, Azərbaycanda, nə bilim, Sabahın ola bilər, bir neçə futbol, amma söhbət kənardan gedirsə, biz
kənarda bugün kim öndədirsə biz ona dəstək olmalıyıq, dua eləməliyik. Mən yenə dua edirəm ki, Allah Taala qələbələr nəsib eləsin Qarabağ Futbol Klubuna. Mən çox istəyərdim ki, axı məğlubiyyət olmasın, sensasiyalar olsun, nə olur olsun da, yəni bu Qarabağ uduzmasın və Qarabağa baxıb digər komandalarımız da daha da həvəslənsinlər. Onlar da inşallah gələcəkdə orada iştirak etsinlər. Yəni eyni güləşə gətirirəm. Dünənə qədər bizdən öncəki güləşçilərə baxırdıq. Bugün də kimsə mənə baxır. Yəni biz də kiməsə baxıb getmişik, indi mənə də kimsə baxıb gələcək. Qarabağa da baxsınlar, dərs çıxarsınlar, yeni oyuncular alsınlar. Azərbaycan Premyer Liqasını belə deyim də maraqlandırsınlar, canlandırsınlar. Əgər rəqabət çox olsa, uğur çox olacaqdır. Rəqabət olmayan yerdə mənə gəlir, uğur ola bilməz. Ona görə mənə gəlir ki, çox çalışsınlar və ki, Qarabağ kimi böyük uğurlar qazansınlar inşallah. İnşallah. Ümid edirik Neftçi də bir gün o zirvələrə qalxa biləcək. İnşallah. Hacı, son olaraq səni sevənlərə bizim kameralarımız vasitəsilə nələr demək istəyərsin? Sözsüz ki, hər birinə bizi hörmətlə dinlədikləri üçün təşəkkür edirəm. Mən hər zaman çalışmışam ki, həyatda olduğum kimi müsahibələrimdə də səmimi olan, öz bildiklərimi, düz nədirsə onu insanlara çatdıram. Sözsüz bizə bugün idmançılar daha çox baxacaqlar və idmançılara da mənim bayaq dediyim kimi tövsiyəm odur ki, yenə deyirəm, həm müəllim kimi, həm dost kimi, həm qardaş kimi məsləhətim odur ki, uğur onları çaşdırmasın, uğur onları pis insanlarla, pis yollara aparmasın, pis insanlardan, pis vərdişlərdən hər zaman uzaq olsunlar və özləri də görəcəklər ki, uğur qazandıqca daha da çalışsalar, Allah Taala onları daha da uzaldacaq, daha da qələbələr onlara nəsib edəcək. Xalqıma ancaq can sağlığı, xalqıma gözəl günlər, artıq biz vedətə qalib gəlmiş bir xalqıq. Xalqımız artıq doğrudan da rahat yaşayırlar, artıq müharibəsiz yaşayırlar. Əskərlikdə olan, övladları olan valideynlər rahat yatırlar, müharibə yox, sakitçilik yox, heç kim artıq ölüm xəbəri, şəhid xəbəri gözləmir. Çox gözəl, sakit bir ölkədə artıq yaşayırıq. Bunun üçün də Allah şəhidlərimizə rəhmət eləsin, şəhidlərimizin bizim bugün burada rahat danışmağımız, rahat yaşamağımız üçün onlar canlarından keçiblər, Allah qazilərimizə də can sağlığı versin. Allah ölkə başçımızı qorusun, insanlarımızı qorusun, hər zaman mehriban olaq. Güclü olaq, bir olsaq əgər, mənə gəlir ki, hər zaman böyük uğurlar əldə edərik. Çox sağ ol Hacı, təşəkkür edirik. Dəvətimizi qəbul etdiyiniz üçün minnətdarıq. Siz sağ olun. Artıq görürsünüz ki, məşqimiz də başlayıb. Biz bir balaca tez gəlmişdik, artıq məşq başlayıb. Ona görə də mənə gəlir ki, yavaş-yavaş qoşulaq idmançılarımıza. Biraz da məşqdən də görüntülər mənə gəlir götürək. Buyurun, yorulmayasınız. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun, sağ olun.